Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkes Global şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksinə nəzər salaq. Bildiyimiz kimi bu həftə ərzində investorların gözlədiyi ən vacib xəbərlər Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilərdir. Belə ki, aprel ayı üçün qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı, yəni NFP-nin 138 min olacağı proqnoz edilir. Hansı ki, bir öncəki dəfə bu göstərici 228 min idi. Eyni zamanda Amerikada ümumi işsizlik səviyyəsi 4,2% olacağı proqnoz edilir və nəticə əgər bundan daha yuxarı gələrsə, təbii ki, bu dollar indeksinə neqativ təsir edə bilər. Çünki federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalı daha da artmış olacaq. Eyni zamanda dünənlərim Amerikadan açıqlanan iqtisadi göstəricilərdən ümumi əmək bazarı ilə bağlı olaraq işsizlik müavinəti müraciətlərinin sayında da artım müşahidə olunmuşdu. Əlavə olaraq, hörmətli izləyicilər, ISM Manufacturing PMI, yəni istehsalat sektorundakı göstəricilər də əslində gözləniləndən daha zəif açıqlanmışdı. İlkin olaraq ümumi istehsalat sahəsində PMI hələ də 50%-in altındadır. Yəni 48% gözlənilirdi, lakin 48,7% olaraq açıqlanmış oldu. Lakin bu da hələlik Amerikada istehsalat sektorunun artmadığını göstərən bir indikatordur. Əlavə olaraq istehsal sahəsindəki qiymətlərin də ISM Manufacturing Prices indeksinin də 69,8 olaraq açıqlanır. Düzdür, bu bir öncəki dəfəkindən daha aşağı idi. Yəni bir öncəki dəfə 72,9 olaraq açıqlanmışdı. Lakin nəticə olaraq bu 50%-in üzərindədir. Yəni istehsalat sahəsindəki qiymətlər, xam mal qiymətləri hələ də yüksəkdir. Təbii belə olan halda Amerikada istehsalat sektorunun hələ də zəif olduğu görsənir. Və bildiyimiz kimi Trump administrasiyasının əsas hədəflərindən birisi Amerikada istehsalat sektorunu gücləndirməkdir. Bundan əlavə olaraq dünənlərim Amerikanın xəzinə katibi Scott Bessent xüsusilə istiqraz bazarına diqqət çəkərək qeyd etdi ki, istiqraz bazarındakı faizlərə diqqət etirdiyimiz zaman, hansı ki, bu hal-hazırda 10 illik xəzinə bondlarına diqqət etirsək, 4,22%-dir və kifayət qədər yüksəkdir. Və Scott Bessent federal ehtiyatlara bir mənada çağırış etdi ki, Amerikada istiqraz bazarındakı faizlərə diqqət etirsək, faiz dərəcəsinin, yəni federal ehtiyatların faiz dərəcəsini aşağı salmağın vaxtı gəlib çatıb. Bütün bu faktorları göz önünə aldıqda, böyük ehtimalla federal ehtiyatlar faiz dərəcəsini azaltmaqla bağlı artıq ehtimalları bir mənada açıqlayacaq və faiz dərəcəsi təbii ki azalarsa, bu da dollar indeksinin bir mənada aşağı yönlü enişini daha da sürətləndirmiş olacaq. Gün ərzində, hörmətli izləyicilər, texniki analiz nöqteyi nəzərinə diqqət etirsək, dollar indeksi əslində 30 apreldə bir mənada həmin günün birinci müqavimət səviyyəsini qırmış oldu və bazar onun üzərində bağlanmış oldu və diqqət etsəniz, həmin gündən etibarən dollar indeksində yüksəliş müşahidə olunur. Lakin qeyd etdiyimiz faktorlardan dolayı dollar indeksi gün ərzində bu günün birinci müqavimət səviyyəsini qırıb onun altına bağlanarsa, biz dollar indeksində aşağı yönlü enişin şahidi ola bilərik. Yox, əgər bu günün birinci dəstək səviyyəsi olan 99,357 səviyyəsinin üzərində bağlanarsa və onun üzərində ticarət olunarsa, biz dollar indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin istənilən halda bugün texniki analizdən daha çox Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilər daha çox bazara yön verəcəkdir və ona əsasən, hörmətli izləyicilər, bazarda yüksək volatillik müşahidə olunacaqdır. Hörmətli izləyicilər, bir digər maliyyə ələtimiz avro-dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, avro-zonada da bu günlərin inflyasiya göstəricisi açıqlanacaq, hansı ki, inflyasiyanın 2,1% olacağı proqnoz edilir. Əlavə olaraq isə avro-zonada ümumi işsizlik səviyyəsi proqnoz edilir, hansı ki, bu da 6,1% gözlənilir. Əgər inflyasiyada müəyyən azalma olarsa və eyni zamanda əmək bazarında hər hansı bir artım, negativ tendensiya olarsa, təbii ki, bu da öz növbəsində avroya neqativ təsir edir. Çünki avronun bu qədər yüksəlməsi təbii ki, avrozona iqtisadiyyatına neqativ təsir edir və Avropa Mərkəzi Bankı yenidən faizləri aşağı çəkə bilər və belə olan halda qeyd etdiyimiz kimi ümumi olaraq avroda olan yüksəliş məhdud ola bilər. Və texniki analiz nöqteyi nəzərdən diqqət etirsək, yenə də avro və dollar valyuta cütlüyündə 30 apreldə həmin günün birinci dəstək səviyyəsi qırıldı və bazar hətta ikinci dəstək səviyyəsinin altına bağlamış oldu və diqqət etirsəniz, həmin tarixdən etibarən avro-dollarda müəyyən mənada düşüş davam etdi.
Lakin gün ərzində nə qədər ki avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1.33 329 səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz avro-dollarda yuxarı yönlü yüksəlişin şahidi ola bilərik. Təbii ki, avro-dollar valyuta cütlüyü də bu gün Amerikadan açıqlanacaq xəbərdən, yəni əmək bazarı ilə bağlı xəbərlərdən daha çox asılı olmuş olacaq və həmin xəbərə görə bir mənada biz avro-dollar valyuta cütlüyündə növbəti həftələrdə yaranacaq istiqaməti daha yaxşı proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildikcə maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü də 30 aprel tarixində həmin günün birinci müqavimət səviyyəsində, dəstək səviyyəsində qırılmış oldu və hətta ikinci dəstək səviyyəsinin altına bağlanmış oldu və həmin tarixdən etibarən diqqət etsəniz GBP-USD-də düşən bir trend formalaşır və gün ərzində nə qədər ki GBP-USD bu günün birinci müqavimət səviyyəsi olan 1.33-294 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz GBP-USD-də enişin davam edəcəyini proqnoz edə bilərik. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, hörmətli izləyicilər, İngiltərə Bankı da ümumiyyətlə fondun yüksəlməsindən dolayı artıq yeni müdaxilə etməyi düşünür və faiz dərəcəsini aşağı çəkməklə bağlı açıqlamalar verdilər və belə olan halda təbii ki, fondda olan yüksəliş məhdud ola bilər. Lakin GBP-USD valyuta cütlüyü də bu gün Amerikadan açıqlanacaq xəbər əsasında, yəni əmək bazarı ilə bağlı xəbər əsasında daha çox istiqamət alacaqdır və ona görə də Amerikadan açıqlanacaq xəbəri diqqətlə izləmək lazımdır. Hörmətli izləyicilər, bildikcə maliyyətimiz qızıldır. Qızılın qiyməti də 23 aprel tarixində diqqət etirsəniz, həmin günün birinci dəstək səviyyəsini qırdı və onun altına bağlamış oldu və həmin tarixdən etibarən qızılın qiyməti günlər üzrə ancaq birinci müqavimət səviyyəsinin altında ticarət olunub və bu da əslində aşağı yönlü korreksiyanın davam etdiyini göstərən bir siqnal idi və bu gün ərzində qızılın qiyməti nə qədər ki birinci müqavimət səviyyəsi olan 3284 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz qızılda aşağı yönlü korreksiyanın davam edəcəyini proqnoz edə bilərik. Lakin uzun vədədə qızılın qiymətində hələlik hər hansı bir düşüş gözlənilir. Bu baxımdan, hörmətli izləyicilər, əgər qızılın qiyməti bu günün birinci müqavimət səviyyəsini qırarsa və onun üzərində bağlanarsa, əslində qızılda yenidən alış trendinin başladığını biz proqnoz edə bilərik. Hörmətli izləyicilər, bildikcə maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksini də 27 aprel tarixində olan bir mənada yüksəliş trendi davam etməkdədir və gün ərzində S&P 500 indeksi nə qədər ki bu günün birinci dəstək səviyyəsi olan 5474 dollar səviyyəsini qırıb onun altında bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin S&P 500 indeksi də bu günlərim Amerikadan açıqlanacaq əmək bazarında bağlı göstəricilərdən asılıdır əslində onun istiqaməti. Belə ki, əmək bazarında göstəricilər negativ gələrsə, bu federal ehtiyatların faiz dərəcəsini azaldacağı ehtimalı yüksələcək və bu bir mənada S&P 500 indeksini daha da yüksəlməsinə səbəb ola bilər. Çünki faizlərin aşağı çəkilməsi bir mənada Amerikan fond bazarına, səhəm bazarına müsbət təsir edir ümumi fonda. Lakin qeyd etdiyimiz kimi, əsasən əmək bazarı ilə bağlı göstəricilər daha çox səhəm bazarındakı istiqaməti müəyyən etməyə kömək edəcəkdir. Əlavə olaraq, bu həftə ərzində Amerikada ümumi daxili məhsulun 0.3 açıqlanması, hansı ki 0.4 gözlənilir və yəni bir mənada iqtisadiyyatın müəyyən mənada iqtisadi artımın azalması əslində səhəm bazarındakı yüksəlişin kövrək olduğunu göstərir. Lakin bu gün xüsusilə əmək bazarı ilə bağlı göstəricilər qeyd etdiyimiz kimi səhəm bazarındakı istiqaməti də təyin etməyə bizə kömək edəcəkdir. Hörmətli izləyicilər, bu gün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.